Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və salatu vesselamü ala rasulina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Allahın izni ilə bu gündən İbnül Qayyim El-Cevziyyənin Dərd və Dəva kitabını oxumağa başlayacağıq. Bismillahirrahmanirrahim. İndi müqəddiməsini oxuyaq Allahın izni ilə. Və deyir ki, güc və qüvvət yalnız ulu və böyük olan Allaha məxsusdur. Değerli din alimlərinin, Allah hamısından razı olsun, bir bəlaya düçar olmuş və bunun davam etməsiyle dünya və axirət işlərində ziyana uğrayacağını bilib, var gücü ilə onu aradan qaldırmağa çalışan, ancaq bacarmayan, əksinə bu bəlanı daha da artıran və şiddətləndirən kəs haqqında fikirləri nədir? Bunu dəf etməyin və çarəsini tapmağın yolu nədədir? Allah dərdli kimsənin əlindən tutana mərhəmət göstərsin. Qul öz qardaşının köməyində durduqca Allah da qulun köməyində durar. Savab qazanaraq bizə fətva verin, Allah rəhm etsin. Böyük alim, məzhəblərin müftüsü Dəməşqdəki Cövzi məktəbinin imamı Şeyxülislam Şəmsəddin Əbu Abdullah Muhammed Əbi Bəkir İbn Eyyub, Allah ondan razı olsun, cavab verdi. Həmdü sənə Allaha məxsusdur. Buxarinin Səhih kitabında Əbu Hüreyrənin rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurduğu qeyd olunur. Allah elə bir dərd göndərməyib ki, onun şəfasını da göndərməsin. Səhih Müslimdə qeyd olunan və Cabir ibn Abdullahın rəvayət etdiyi hədisdə Allahın elçisi sallallahu aleyhi və səlləm buyurmuşdur. Hər bir dərdin dərmanı vardır. Dərdin dərmanı tapılarsa, Allahın izni ilə şəfa da tapılar. İmam Əhməd Əl-Müsnəd əsərində Usama ibn Şərikdən Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir. Allah elə bir dərd göndərməmişdir ki, onun şəfasını da göndərmiş olmasın. Bilən bildi, bilməyən də bilmədi. Başqa bir mətndə isə belə keçir. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu. Allah bir dərd istisna olmaqla elə bir dərd verməmişdir ki, onun şəfasını və dərmanını da verməsin. Ətrafındakılar soruşdular, o nədir elə ey Allahın Rasulü? Rasulullah sallallahu aleyhi və səlləm buyurdu, qocalıq. Tirmizi demişdir, hədis həsən, səhihdir. Burada qəlb, ruh və bədənə xas olan dərd və xəstəliklər, həmçinin onların dərmanları nəzərdə tutulur. Allahın elçisi sallallahu aleyhi və səlləm cəhaləti dərd və xəstəlik bilənlərdən soruşmağı isə ona dərman etmişdir. Əbu Davud Sünən əsərindəki hədisdə Cabir ibn Abdullahın belə danışdığını rəvayət edir. Bir səfərə çıxmışdıq. Bizdən bir nəfərin başını daş yardı. Yarası xeyli dərinləşdi, sonra boynuna cənabət qüslü düşdü. Yoldaşlarından təyəmmüm almağın onun üçün caiz olub olmamağını soruşdu. Yoldaşları ona bunu caiz hesab etmədiklərini və sudan istifadə edə biləcəyini söylədilər. Yəni bir növ yoldaşları ona bildirdilər ki, su olan yerdə sən təyəmmüm edə bilmərsən, başındakı yaraya rəğmən, başında yara olsa da eləyə bilmərsən. O da su ilə yuyundu və öldü. Yəni bu səbəbdən yarasına yəqin ki, qurd düşdü və yaxud da iltihab oldu, dünyasını dəyişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gəldiyimiz zaman o bundan xəbər tutdu və dedi, onu öldürdülər, Allah da onları öldürsün. Bilmədikləri an, axı niyə soruşmadılar? Müəmmalı bir dərdin dərmanı soruşmaqdır. Ona təyəmmüm etmək kifayət edərdi. Yarasının üstünü sarıya, üstündən də məsh edə, bədəninin qalan yerlərini də yuya bilərdi. Beləcə Allahın elçisi sallallahu aleyhi və səlləm cahilliyin bir xəstəlik, onun şəfasının isə sual vermək olduğunu bildirir. Allahu Teala Quranın bir şəfa olduğu barəsində buyurmuşdur. Əgər biz onu özgə bir dildə olan Quran etsəydik, yəni Məkkə müşrikləri, məyər onun ayələri bizim üçün müfəssəl izah olunmalı deyildimi? Bu nədir? Quran özgə dildə, Peyğəmbər isə ərəbdirmi? Deyərdilər. O iman gətirənlərə hidayətdir və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq, ağırlıq vardır. O Quran onları kör etmişdir. Onlar sanki uzaq bir yerdən çağırılırlar. Fussilət surəsi 44-cü ayə. Başqa bir ayədə uca Allah subhanahu wa ta'ala buyurur. Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O zalimların ancaq ziyanını artırır. O Quran, yəni zalimların ancaq ziyanını artırır. İsra surəsi 82-ci ayə. Burada Qurandan deyildiyi zaman Quranın bir hissəsi nəzərdə tutulmur. Əksinə əvvəlki ayədə Allah Taala'nın buyurduğu kimi Quranın hamısı şəfadır.
O cəhalət və şək şübhə xəstəliklərindən qurtulmaq üçün qəlblərə şəfadır. Nöqsansız olan Allah dəd və xəstəliklərin dəf edilməsində Qurandan daha əhatəli, daha faydalı, daha mükəmməl, daha bəlağətli bir şəfa yer üzünə endirməmişdir. İki Səhih kitablarında Əbu Səidin belə dediyi rivayət edilir, yəni Buxari və Müslimdə. Peyğəmbərin sallallahu əleyhi və səlləmin səhabələrindən bir neçə nəfəri səfərə çıxmışdılar. Xeyli yoldan sonra ərəb qəbilələrindən birinin yaxınlığında dayandılar. Onları qonaq etmələrini istədilər. Lakin qəbilə müsəlmanları qonaq etməkdən boyun qaçırdı. Bu ərəfədə bu qəbilənin başçısı bir heyvan tərəfindən sancıldı. Yəni ilan və sair kimi bir heyvan tərəfindən. Nə etsələr də bu başçıları sağalmadı. Axırda bəziləri dedi: "Görəsən, yaxınlıqda qonaqlayan adamlar gəlsələr, necə olar? Bəlkə edə biləcəkləri bir şey var." Onları gətirdilər və dedilər: "Ey adamlar, bizim başçımızı heyvan sancıb. Biz bacardığımızı etsək də heç bir faydası olmadı. Sizin edə biləcəyiniz bir şey varmı?" Müsəlmanlardan biri dedi: "Bəli, mən ofsun edə bilirəm və yaxud da ruqyə edə bilirəm. Ancaq sizdən bizi qonaq etməyinizi istədik, lakin siz qonaq etmədiniz. Ona görə də bizə bir qarşılığı olmadan sizə, yəni heç bir ofsun etməyəcəyəm." Axırda bir sürü qoyun almaqla razılığa gəldilər. Yəni ofsun qarşılığında, ruqyə qarşılığında bir sürü qoyun almağa razı gəldilər. Sonra həmin adam aləmlərin Rəbbi Allah həmd olsun. Yəni Əl-Fatihə surəsini nəzərdə tutur. Fatihə surəsi 2-ci ayəni oxuyub üfürməyə başladı. Yəni bu ayəni Elhamdülillahi Rabbil Ələmin, Ar-Rahmanir-Rahim, Maliki Yevmiddin axıra qədər, yəni oxuyub ona üfürməyə başladı. Başçı sağaldı. Heç bir xəstəlik olmamış kimi ayağa qalxıb yeriməyə başladı. Müsəlmanlar razılaşdıqları kimi qoyun sürüsünü də aldılar. Bəzilər öz aralarında sürünü bölüşdürməyi təklif etdi, lakin ruqyə oxuyan dedi ki, Peyğəmbər s.ə.v-in yanına gedənə kimi heç nə etməyək. Onları ona danışıb, baxaq görək bizə nə əmr edir. Onlar Rasulullahın s.ə.v-in yanına getdilər və onları ona danışdılar, olanları ona danışdılar. Allahın elçisi s.ə.v əvvəlcə sən nə bildin ki o ofsundur, yəni ruqyədir, dedi. Sonra da doğru etmişsiniz, bölüşdürün, özünüzlə bərabər mənə də pay ayırın deyə buyurdu. Bu hədis dediyimiz kimi Buxari və Müslimdə keçən səhih hədisdir. Bu dava bu dərdə əlac oldu. Sanki heç olmamış kimi onu aradan qaldırdı. Necə də asan bir əlacdır. Əgər qul müalicəsini gözəl şəkildə Fatihə ilə edərsə, onun şəfa tapmaqdakı gücünü və təsirini mütləq görəcək. Məkkədə bir müddət qaldım. Bəzi xəstəliklərə tutuldum. Nə həkim tapdım, nə də ki dərman. Özümü Fatihə ilə müalicə edirdim. Çox yaxşı təsirini gördüm və ağırdan da şikayət edənlərə də məsləhət gördüm. Bunu edənlərin çoxu tez zamanda ağrıdan azad olurdular. Bunu İbn-i Qayyim özü təcrübədən keçirdiyini, burada təcrübəsini bölüşür ki, yəni özü də Məkkədə olduğu vaxt bunu təcrübədən keçirdibdir. Lakin burada başa düşülməsi lazım olan bir məsələ vardır. Zikirlər, ayələr və dualar faydalı və şəfalıdır. Lakin bunların qəbul olma məqamı vardır. Qəbul olma məqamı vardır ki, bu da bəzi səbəblərdən asılıdır. Bunların təsirli olması üçün edənin güclü iradəsi və əzmi, müxlis niyyəti olmalıdır. Yəni ixlaslı və səmimi olmalıdır. Və ya bunun üçün hər hansı bir münbit şərait lazımdır. Bu digər xəstəliklərə düçar olmuş insanların psixoloji vəziyyətləri kimidir. Beynin psixoloji sabitliyi bədənin fiziki sağlamlığını təmin etmək üçün dərmanın effektivliyini artırır. Qəlbə də ayələr, dualar və zikirlərlə ofsun edildiyi zaman effektli olması üçün edənin özündə müsbət keyfiyyətlərin olması gərəkir. Belə olan təqdirdə xəstəliklərdən qurtulmaq mümkündür. Həmçinin dua da şərrin dəf edilməsi və xeyrin əldə edilməsinin ən güclü səbəblərindən biridir. Bəzən duanın da təsiri və faydası olmur. Dua, gah düşmənçilik xarakteri daşıması kimi Allahın sevmədiyi tərzdə edilməsi, gah da qəlbin zəifliyi, imanın azlığı səbəbilə Allah tərəfindən qəbul olunmaya bilər. Bu, oxa bənzəyir. Yay nə qədər boş olarsa, sürətli və hədəfi vurma qabiliyyəti o qədər zəif olar. Həmçinin insan haram yemək, zülm işlətmək, başını əyləncəyə qatmaq və qəlbini günahlara həsr edərək özünü onlara əsir etməklə edəcəyi duanın qəbul olunmasından da məhrum olar. Yəni burada İbn-i Qayyim rahmetullahi aleyh demək istəyir ki, duanın edildiyi zaman orada müxtəlif amillər var, hansı ki bunları sadaladı. Edən insanın halı,
ümumi baş verən vəziyyət, edilənin halı və s. kimi məsələlərin hamısı bu duaya təsir edə bilər. Əl-Hakimin səhihində Əbu Hüreyrə radiyallahu anh'ın Peyğəmbərin sallallahu aleyhi ve sellemin belə buyurduğunu rəvayət etmişdir. Duanızın qəbul olunacağına inanaraq Allaha dua edin və bilin ki, Allah qəflətdə yatan və əyləncə dalınca qaçan qəlbdən dua qəbul etməz. Və burada Peyğəmbər sallallahu aleyhi ve sellem hədisine də diqqət eləsək, Allah Taala'ya etdiyimiz zaman onun haqqında hüsnü zəndə olmağı Rasulullah sallallahu aleyhi ve sellem bizə əmr edir. Yəni duanı etdiyimiz zaman hökmən Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi kimi inanmalıyıq və yəqin olmalıyıq ki, Allah subhanahu ta'ala bu duanı qəbul edəcək. Və qəflətdə yatan, yəni dili ilə etdiyi duadan qəlbi xəbərsiz olduğu və yaxud da əyləncə dalınca qaçan qəlblərdən də Allah Taala nədir? Duanı qəbul etməz. Yəni qəlb rahatçılıqdadır, qəlb əyləncədədir, qəlb qəflətdədir, dilində dua edirsə nədir? Təbii ki, bu duanın qəbul olması üçün böyük bir əngəldir. Ona görə dua edərkən hökmən inanaraq, yəni Allah subhanahu ta'ala haqqında hüsnü zəndə olaraq, Allah subhanahu ta'ala çünki Quran-ı Kərimdə nə deyir? Və qalə rabbukum ud'uni estecib lekum. Rəbbiniz deyir ki, ona dua edin. Daha doğrusu Rəbbiniz deyir ki, mənə dua edin, duanızı qəbul edin. Və yaxud da və idə sələkə ibadi anni fə inni qaribun ucibu da'vətə da'i idə da'an. Qullarım səndən mənim barədə soruşsalar, mən onlara yaxınam, dua edənin də duasını qəbul edərəm. Və Allah Rəsulü həm də burada bizə Allah subhanahu wa ta'ala haqqında bu zəndə olmağımızı əmr edir. Biz də dua edərkən hökmən bu zəndə olmalıyıq ki, Allah subhanahu wa ta'ala hökmən bizim duamızı qəbul edəcək və bu şuurun sahibi olmaq da həmçinin nəyi gərəkdirir? Qəlbin Allahla bərabər olması, yəni qəflətdə olmaması və əyləncə dalınca qaçmaması. Və şeyx sözlərini davam edir. Bu, dərd bəlanı aparan faydalı bir dəvadır. Lakin qəlbin Allah barədə qafil olması onun gücünü heç edər. Həmçinin haram yemək də onun güc və təsirini zəiflədər, heç edər. Müslümin səhiyində qeyd edilir ki, Əbu Hüreyrə Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurduğunu rivayet edir. Ey insanlar, həqiqətən Allah yaxşıdır və yalnız yaxşını qəbul edər və yaxud da pakı qəbul edər. Allah elçilərə əmr etdiyini möminlərə də əmr etmiş və buyurmuşdur. Ey peyğəmbərlər, təmiz nemətlərdən yeyin və yaxşı işlər görün. Mən həqiqətən sizin nə etdiklərinizi bilirəm. Yenə buyurmuşdur. Daha sonra yolda ey iman gətirənlər, sizə verdiyimiz ruzilərin halalından yeyin. Yeyin. Torpağın içində itib qalmış bir adamın hekayəsini danışaraq dedi. Yəni, tozun torpağın içərisində itib qalmış bir adamın hekayəsini danışaraq dedi. Yəni, burada Allah Resulü səlləm həm peyğəmbərlərə eyni Allah Taala'nın əmrini Quran-ı Kərimdən nəql edir ki, Allah Taala həm peyğəmbərlərə dedi ki, halal yeyin, həm də möminlərə dedi ki, halal yeyin. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, toz torpaq içində olan bir adamın hekayəsini danışaraq deyir. Bu adam əllərini göyə açar və ya Rəbbi deyər. Ancaq onun yeməyi də haram, içməyi də haram, geyimi də haramdır, haramla da bəslənmişdir. Onun duası heç qəbul olunarmı? İmam Əhmədin oğlu Abdullah atasının Əz-Zühd kitabında demişdir. İsrail oğulları bir bəlaya düçar oldular və Allaha üz tutdular. İzzət və cəlal sahibi Allah isə onların peyğəmbərinə vəhy etdi ki, onlara belə söyləsin. Natəmiz bədənlərinizlə üksəyə qalxdınız. Qan tökmüş əllərinizi mənə açdınız. Evlərinizi də haram şeylərlə doldurdunuz. İndi isə mənim sizə qəzəbim tutub, siz mənə ancaq uzaqlığınızı artıracaqsınız. Yəni, məndən uzaqlığınızı, mənəvi uzaqlığınızı artıracaqsınız. Əbu Zər deyir ki, yeməyə duz nə qədər bəs edirsə, duaya da yaxşılıq o qədər bəs edir. Yəni, xeyr əməl, salih əməl o qədər ehtiyaclıdır və yaxud da lazımdır. Və buradan müqəddiməmiz yekunlaşır və son hədisdən də çıxan nəticəmiz budur ki, duada inanmaqla yanaşı, Allah subhanahu ta'alanın qəbul etməsi inanmaqla yanaşı, duada hökmən haram məsələsinə xüsusi diqqət etmək lazımdır. İnsan, müsəlman hər zaman çalışmalıdır ki, yediyinin, içdiyinin və yaxud da məşğul olduğu şeylərin hər birinin halal olduğuna xüsusi diqqət yetirsin. Allah subhanahu ta'ala bizləri oxuduğumuzdan faydalananlardan eləsin. Allah subhanahu ta'ala bizləri haqqı ilə ona dua edən, inanaraq, səmimi qəlbdən və haramlardan həm qəlbimizi, həm dilimizi, həm orqanlarımızı haramlardan qoruyaraqdan ona dua etməyi və dualarına icabət olunmağı Allah subhanahu bizə nəsib eləsin. Allah subhanahu ta'ala bu əməllər vasitəsilə bizim günahlarımızı bağışlasın, dərəcələrimizi yüksəlsin və bütün dünyada hər yerdə məzlum olan müsəlmanlara da yardım etsin. Subhanəkəllahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.